Ama vaxtın xeyir olsun. Biz artıq Devryan asoslarımızı da qoşduq. Gördüyünüz kimi qazanxanamızın və belə bir səliqədə qoşduq. Allah ev sahibinə xeyir versin. Allah arzusunda olanlara da qismət eləsin. Baxın, belə bir söz deyim ki, görürsünüz burada bir dənə dəmir aləti yoxdur ki, yəni ki, paslanacaq bir alət yoxdur burada. Hamısı latun və nejavekadan istifadə olunubdur. Çünki paslanması olmasın deyə, az olsun deyə bax çalışıb nejavekadan olan dəncə qabı və latundan olan hər bir fittinglər, baxırsınız, hər biri latundandır. Ona görə də paslanma olmur. Baxın, belə bir boylerimizə saçoklar sifariş verib düzəltdirmişik. Bunlar da nejavekadandır, yəni paslanmaz materialdan. Yəni çalışıb bu şeyləri belə etmək lazımdır, əziz izləyicilər. Gördüyünüz kimi, bax belə tam hazır olandan sonra da çəkib paylaşacağım. Qısa videolarda arada paylaşıram ki, tam məlumatınız olsun. İndi bolleri yığacaq. Bax belə. Kral da buradadır. Nobella. İnşallah işimizi tamamlanandan sonra sistemi işə salacaq. Burada elektrik şiti yığacaq. Üç yollular və Devryan asosları, kombi, hidrofon motor hər biri vəkülçatiylə idarə olunacaq. Endalarla üç yollular idarə olunacaq. Bax belə. Əzizləyicilər, bu qədər. Allah amanında qalın. Biz isə işimizə davam edək.